Normadan çox yeyəndə depressiyaya düşürsən? Bəs bağırsağın ikinci beyin olduğunu bilirsən? Sözlərində bu mövzuda yazılmış məqaləni sənə danışıram. BBC News yayım şirkətinin veb saytında yayımlanan bu məqalə redaktə edilərək yığcam formaya salınıb. Bədənimizdə iki beyin var. Biri başımızda, biri qarın nahiyəmizdə. Bəzən düşünürük ki, qərarları ağlımız verir. Amma hər şey bağırsağımızdan başlayır. Bağırsağımızda milyonlarla neyron var. Hətta onurğa beynimizdə olandan da çox. Və ən maraqlısı, bağırsaq beyindən tam asılı deyil. Yəni o özü qərar qəbul edə, özü işləyə bilir. Bağırsaq sisteminə nəzarət edən sinir şəbəkəsinə qarın sinir sistemi deyilir. O mərkəzi sinir sistemi ilə əlaqədə olsa da, bəzən ondan asılı olmadan da işləyir. Bizim immun sistemimizin təxminən 70% də məhz bağırsaqda yerləşir. Yəni bağırsaq sağlam deyilsə, bədənimiz xəstəliklərə qarşı daha zəif olur. Əslində nəcisin yarısı bakteriyalardan ibarətdir. Amma bu pis xəbər deyil. Əksinə, bu bakteriyaların çoxu faydalıdır. Buna görə də bəzi xəstələrdə nəcis transplantasiyası adlı müalicə tətbiq olunur. Sağlam insanın bağırsaq bakteriyaları xəstəyə köçürülür. Bu hətta həyati dərəcədə vacib ola bilir. Bağırsaqda trilyonlarla mikrob yaşayır. Onlar qidanı parçalayır, bədənə lazım olan maddələri hazırlayır. Həmişə eyni yeməyi yeyənlərin bağırsaq mikrobları zəifləyir. Ona görə də çox çeşidli qidalanmaq bağırsağın sağlamlığı üçün vacibdir. Elə hallar olur ki, insan özünü səbəbsiz gərgin və ya depressiyada hiss edir. Amma problem bəlkə də beyində yox, bağırsaqdadır. Bağırsaqda serotonin adlı maddə əmələ gəlir. Bu əhval-ruhiyyəmizi tənzimləyən kimyəvi maddədir. Hətta serotoninin 80-90%-i həzm sistemində yaranır. Ona görə də uzun müddətli stress serotonini azaldır və biz özümüzü pis hiss edirik. Bəzi araşdırmalar göstərir ki, depressiya yaşayan insanların bağırsaq mikroblarında pozuntular olur. Elm adamları indi psixobiotiklər, yəni psixoloji sağlamlığı dəstəkləyən faydalı bakteriyalar üzərində işləyirlər. Doktor Megan Rossi deyir ki, insanın yeməyə münasibəti belə bağırsaqda simptomlar yarada bilər. Bağırsağı sağlam saxlamaq üçün 4 sadə addıma ehtiyacımız var. Qidalarımızı dəyişmək, məsələn, rəngarəng və müxtəlif qidalar yemək, stressi azaltmaq, bunun üçün meditasiya, yoga, istirahət edə bilərik. Alkoqol, kofein və ədviyyatlı yeməkləri azaltmaq və ən sonda yaxşı yatmaq. Çünki yuxu mikrobların fəaliyyətinə təsir edir. Bir sözlə, bağırsağımızı sağlam saxlasaq, həm bədənimiz, həm də beynimiz bizə təşəkkür edəcək. Sözlənilən layihənin veb saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm.